Ne diyeceksən Allah subhanət hələ qabağında deyananda? Ey namaz qılmayan. Və sənin aranda tərcüməçi olmayacaq. Allah subhanət hələ buyuracaq, deyəcək, namaz qıldın. Diyecəksən, ya Rab, vaxtım yox idi, nerede oynayırdıq? Siriyallah baxırdıq, sənin vaxtım yox idi, işim var idi. O söhbət getməyəcək. Və ya kimsən, və ya kimin oğlusan, və ya filan kəs dayındır. Eşitmirsən mi Allah subhanət hələ buyurur, cənnəm əhlindən. O vaxt ki, onlardan soruşacaqlar, mən sələkəkum fi saqar. Bu saqara sizə nə səbəb oldu, daxil oldu. Saqara yəni cəhənnəm. Onlar deyəcəklər, nəmnəkum minəl musallin. Biz namaz qılanlardan olmadıq. Müddəssir surəsi 42-43-cü ayələr. Hər bir müsəlman bu əməl etməlidir. Çünki bu Allah Teala və Rasulunun əmridir. Namaz sənin xətalar və günahlarını yuyur. Səni fahiş pislərdən çəkindirir və cənnətə daxil olmağı səbəbdir və cəhənnəmdən uzaq olmağı səbəbdir. Və namaz qılmaq cəmiyyətdə rəhmətin qazanmağıdır, rəhmətin nazil olmağıdır və ruzunun artmağıdır və Peyğəmbər sallallahu aleyhi ve sellemlə cənnətdə bir yerdə olmağı səbəbdir, böyük səbəb. Başda gələn, bugünün işini sabaha qoyma, şeytan sevindirmə və xüsusən də əhl-i beyti yaddan çıxartma, qohumlarını. Çünki sən məsuliyyət daşısan onları səndə. Allah subhanətlə buyurur, وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Tahə surəsi 132-ci ayə. Namaz qıl və əhl-i beyti və əmr et namaz qılmağı və bunun üzərində səbir etkinə.